Sabahın alimi kimdir sənə? Bizik. Bizik. Sabahın alimləri 14-cü Respublika müsabiqəsinin mükafatlandırma tədbirində hər birinizi xoş gördük. Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunların keçirilməsi, fən olimpiyadaların keçirilməsi, Sabahın alimləri layihəsinin keçirilməsi, STEM layihəsinin keçirilməsi, bax bunlar hamısı məhz sizdə o istedadı aşkar edib, onu inkişaf etdirməli olacaq. Çox xoş oldu burada iştirak etmək və yer tutmaq. İnşallah gələnin birinciliyi gözləyirəm. Bugün gümüş medal qazandıq. Eyni zamanda mən keçən il 9-cu siniflərin buraxılış imtahanında maksimum bal olan 300 bal əldə etmişdim. Sonraki hədəfim buradan medal qazanmaq idi. Bunu da etdim. Biz Sabahın alimlərində kompüter elmlər kateqoriyası üzrə ikinci yeri tutduq. Bu çox bir həyəcanlı 3 gün idi və istədiyimiz nəticəni də əldə edə bildik. Eyni zamanda biz çoxlu bir yeni tanışlıqlar, dostluqlar əldə etdik və təbii ki, ən əsaslı olan məqamlardan eləməsi budur. Sabahın alimlərinə riyaziyyat nominasiyası üzrə qatılmışdım və gümüş medal layiq görüldüm. Bundan 2 il əvvəl də bürünc medal almışdım. Öz üzərimdə daha çox çalışaraq bu il gümüş medal layiq görüldüm. Sabahın alimlərində ikinci yerə layiq görülmüşdüm. Bundan əvvəlki illərdə də uğurlarım olub. Məsələn, mən Respublika Fən Olimpiyadasında bürünc yerə və keçən il isə Sabahın alimlərində qızıl medala layiq görülmüşdüm. Mən birinci yer aldığımı gözləmirdim və adımı səslənəndə çox sevindim. Qızıl medal almışam. Həqiqətən gözlənilməz bir hal oldu. Həqiqətən çox əziyyət çəkdik. Düşünürəm layiqincə bir yerə çatdıq, qalib olduq və çox xoşbəxtəm.